Salam 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inform Xəbər TV yenə də öz missiyasındadır. Belə ki, istər şəhid ailələrimiz başda olmaqla qazilərimiz, veteranlarımız və xüsusilə Azərbaycan xalqının vətəndaşlarını dinləyib, onların dərdinə həmşərik olub və onlardan bəzi negativ hallar hansı ki, kimlər tərəfindən olursa, biz o negativ halları dinləyir və aidiyyəti orqanlara çatdırmağa özümüzə borc bilirik. Belə bir çəkilişlərimizin biri də bugünkü çəkilişimizdir ki, bizlərə Goranboy rayon sakini Abbasova Təranə Fəxrəddin qızı müraciət etmiş və Təranə xanım bizə avqust ayında bir qısaca da olsa məktəbdə demək olar ki, bir Goranboy şəhərində Düz Qışlaq məktəbindən olan bir kadr dəvət etmişdir ki, göndərmişdir və həmən kadrı mən dərhal aidiyyəti üzrə regional, Gəncə Daşkəsən regional təhsil idarəsinin rəhbəri Elçin Kərimov cənabları başda olmaqla mən onu birbaşa Goranboy təhsilinin rəhbəri Vüsal müəlliməyə yönləndirmişdim ki, bu olayla bağlı ciddi məşğul olsunlar. Ancaq əfsuslar olsun ki, sonradan bizə bu ciddi məşğul olsunlar, mən onlara deyəndən sonra Təranə xanım, bizim efirimizin qonaq olan Təranə xanım bizə bu yaxınlarda müraciət etdi ki, bəs Azər müəllim, o kadrdan sonra məni sıxışdırırlar, məni məktəbdən kənarlaşdırmağı qərar verirlər. Səbəb, niyə mən sizlərə efirləri yönləndirmişəm və məni jurnalistlərin agenti kimi qələmə verirlər? Ki, siz bu kadrları jurnalistlərə niyə yönləndiribsiniz? İndi onun üçün mən sizlərə Təranə xanım, birinci növbədə studiyamızın qonaq olduğunuza görə sizə minnətdaram və buyurun, siz qısaca da olsa birinci özünüzü təqdim edin və sizləri dinləyirik. Mən bura çağırdığınız üçün, bulasınız üçün sizə minnətdarım bildirirəm Azər müəllim. Sağ olun, borcumuzdur. Bir vətəndaş kimi bizim bütün Azərbaycan xalqına hamısına başda şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız olmaqla hər birinizin qarşınızda borcumuzu, missiyamızı yerinə yetiririk. Çox sağ olun mənim. Mən deyə biləm də nə? Buyurun, əlbəttə ki. Mən 9 apreldə öz şotuma, məktəbdən məzuniyyət 2025-ci il. 25-ci il. Qoyusdan başlayayım, məzuniyyət həyəcanlıyım, başlayayım. Mən 2002-də Goranboy rayon Düz Qışlaq kəndində hakimiyyət işləyirəm. Aprel ayının 9-da uşağım ağrıdığına görə mən dövlət hesabıma 6 aylıq məzuniyyət götürüb uşağımı apardım başqa ölkəyə, Rusiya dövlətinə ki, müayinət üçün. Mərzəni də yazdım, sağ olsunlar, mənə şərait yaratdılar, icazə verdilər. Mən uşağımı götürdüm, getdim. 9 oktyabrda gəlmək momentində mən üstündə sağlıq, biraz ağrıdım. Orada Rusiyada banisiyaya düşdüm, xəstəxana. Mənə icazə vermədilər ki, siz hər bir həftə təyyarəyə minə bilmərsiniz. O səbəblə mən 9 yox, 12-si təyyarəyə mindim, gəldim Azərbaycana. 9-u gələsiydiniz, 12-si 3 gün fərq çəkir. Bəli, gəldim və pis vəziyyətə gəldim. Bacım pis olduğuma görə mən bir həftə evdə müalicə eləyəndən sonra mən Goranboy rayon xəstəxanasına müraciət elədim xəstələrlə barədə. Onu da mənə yoxladılar, elədilər, göndərdilər Abbas Səhət xəstəxanasına. Lakin orada yer olmadığına görə məni təzədən Goranboy xəstəxanasına yerə yolladılar. Ayın 22-sində mən ora yatışdım. Hansı ayın? Ayın oktyabrın 22-sində mən banisiyaya yatış eləmişəm. Yatışdırıblar məni, 27-sində oradan çıxmışam. Çıxmamışdan qabaq da, girməmişdən qabaq da dəfələrlə mən məlumat vermişəm ki, bir vazirlərin. Təhsil nədir, müəssisəsinə məlumat veribsiniz? Bəli, məktəbə Dilbazi müəllimə. Dilbazi müəllimə kimdir? Direktor əvəzici qoferindi. Həmən o məktəbdə müvəqqəti direktor əvəzici ilə. Əvəzici işləyir, müvəqqəti direktor əvəzici şeyini aparır, vəzifəsini aparır. Telefonla məlumat vermişəm, hətta onun hədəməçi ilə, kətbəsən danışmışam, burada psixolog var idi. Onunla danışmam, Rahibə xanımla danışmam ki, mənim vəziyyətim belə ağırdır, sistemlərdəyəm, sağalım, gələcəm ora. O da mənə girmişsin. Üzr istəyirəm, siz o məktəbdə hansı vəzifədəsiz? Hadimət işləyirəm. Hadimət işləyirəm. Mən 20 günüm ona əlaqə saxladım, yenə həmən direktorla ki, mən banisiyada mənə analiz götürürlər də və xəstələrin başı. O da mənə dedi ki, nə varsan qayır, çağız gətir, yoxsa sən işinə xitam verəcəyik. Kim dedi siz onu? Dilbazi müəllim. Dilbazi müəllim, Mən də önümdə sənədlərim var da, orada 20-sə getdiyim gün var orada, analizlərim var, girişim çıxım var. Hər şey var, hətta Rusiyadan gətirmişəm çağızları ki, mənim ayın 7-sində
Orada banis olmuşam. Yanlarda Aha. keçmişəm, bunları yazı eliflər. Tibbi müayinədə Bəli, olduqlarınızla hamısı bağlı. hə, səhvlərim var. O da mənə sonra zəng elədi, dedi ki, sizi Vüsal müəllim çağırır. Goranboy rayonunun Təhsil sektorunun müdürü. Bəli. Mən çölə çıxanda gördüm ki, Üzr istəyirəm. Bax elə sizin o bizlərə yönləndirdiyiniz video xülasəni Onu mən deyəcəm. şəxsən Vüsal müəllimə yönləndirmişdim. onu Aha. qısa gələcəm, hacıcım deyəcəm, nətər oldu, müəllim. Hı -hı. Mən buna taksi tutdular. Bir savxoz şeyini aparan, rəhbər aparan, bir də həmkarlar üzvü, Həcər müəllim, bir də bu deyək əvəzici Dilbazı müəllim, mən maşına qoyub, mən apardı tərs şöbəsinə. Apardıq bir Goranboy rayonunun. Goranboy tərs şöbəsinə Aha. apardıq, Vüsal müəllimin qəbuluna. Biz orada oturandan sonra bizi gec qəbul elədilər ora. Girdik qəbul elədik. O Vüsal müəllim yanında bir adam da oturmuşdu, mən onu tanımıram. O da oranın işçisi idi. Bir mənə bir sual verdi ki, sən nəyə getmişsən Rusiyada? Dedim, belə uşağıma görə icazə almışam, özdürlük idi. Ona görə getmişəm. O da mənə göstərdi ki, həsəd çağızları, mən də ona təqdim elədim, hər şeylərimi. Sonra mənə qayıt dedi ki, bəs sən o qadınsan ki, bura çəkilişlə kadr yollamışdın, məhtər adına hələr gətirmişdin. Mən istəsəm də sən pısasına az işdən azad eləyərəm ona görə. Səbəb? Səbəb odur ki, sən məktəbin adını hələr gətirmişsən, çəkiliş etmişsən. Niyə? Orada siz kadrlar çəkmişdiniz ki, məktəbin o invertarlarını, məktəb Bəli, təmir bəli. olan yerdə invertarları aynalardanmı, Bəli. pəncərələrdənmi, Bir dəqiqə. yararlı, yararsız Bəli. demir, hamısını atırlar yerə, salıb qırırlar. Bəli. Dövlət əmlakıdır bunlar. Bəli. Burada nə xəsarət var ki? Amma elə dedi, nə bala elə dedi orada, Vüsal Aha. müəllim elə dedi. Sonra da dedi ki, evi yox, Ağbirçək olduğunuza görə, mən heç də demirəm. Sonra da zəng vurdu, yan otaqda Kifayət xanım var. Dedi ki, bu xanımı yollayıram sizin yanınıza, ondan ərizə götürün ki, geçdiyinə görə, bir neçə gün, bir geçdiyinə görə, üzü xarıq da, mən başlamanızı xahiş edirəm. Üzr istəyirəm, nəyə görə? Sizin tibbi müayinələriniz var. Gecikmək nədir? O 5 günlük hafsı evdə yatmışdım, ona Ambulator bəli, müayinədir. bəli, onu yox idi, o Aha. səbəbə görə. Onda da yenə Dilbazı müəllim qalxdı, dedi ki, yox, mən belə eləyə bilmərəm, mənim məktəbdə öldürülür, hadiməcə hamısı bir yeri yığılıb ki, tərənə işdən çıxsın. Onun səbəbi odur ki, müəllim, keçən il bizim məktəbə Sakreşinə gəlmişdi, Sakreşinə. Biz hamımız birləşdik, dedik, adam çörəyin olmasın deyə, yarı hadiməcələr 075 düşdü, qalanda bir axatda qaldı. Aha. Bəli, ona da onlara elə bir kəslər oldu. Mən də icazə alıb gedəndən sonra o pullar ora bölmədiyinə görə, onlar həmən stajda da qaldılar, Rəsiyədə qaldılar. Ona görə onlara başa saldılar ki, yes, əgər mən bu işdən azad olsam, onların tam maaşları yerinə oturacaq. 0.75-dən bir aklada Bəli, keçəcəklər. bəli. Ona görə Aha. onlar da hamısı razılaşmayla, hamısı qol çəkib ora. Aha. Bu səbəbi qol çəkdiriblər. Çəkmədi ki, yox. Demək onda belə çıxır ki, təhsil sistemində həmən o məktəbin müdür əvəzi idarə edən Mirvari xanım monopoliya yaradıb da, belə çıxır da. Onlar, hə. Mən də dedim ki, nətər hadiməçilər qol çəkib verib. Onda da Gövhər müəllim qayıt dedi ki, sən vaxtında yaxşı işləmişsən, sən yenə başqa hadiməçilər işləyib eləyib. Mən də sual verdim ki, mən yaxşı 2002-də işləyirəmsə, mən yaxşı işçi olmamışam. Töhmətləriniz varmı? Heç bir töhmətim də yoxdur, heç bir sənət də yoxdur. Qoymadan, eləmədən mənə deyir ki, sən yaxşı onda mənə dövlət yalanla maaş Yaxşı, siz o kadrları bizə yollamamışdan qabaq bəs nə əcəb işləyirsiniz orada, necə işləyirsiniz? Deməli, bu hər şey deyir, üzr istəyirəm, bütün xalqdan da üzr istəyirəm ifadəmə görə deyir, armudun, ayının min oyunu bir armudun başındadır da. Onda belə çıxır ki, yəni ki, bunlar gedir də, burada belə bir çəkilişlər gedir də. Bəli, mənə bax belə izah elədilər. Sonra biz keçdik həmən otağa. Mənim işim yaxınlaşmadı. Kifayət xanım var idi. Üstündədir. Həmən kopyanı da üstünə saxlamışam. Hansı ki, mən özüm yazmaq istədim. Kifayət xanım əlini aldı. Üstündən bir çilək çəkdi. Öz sözlərini yazdı ki, sən bu sözləri yazmalısan orada. Kifayət xanım sizə yol göstərir ki, bu ifadələri orada. İnsan mənim taşıdı. Yalnız vurdu ki, Kifayət xanım, məhz bunları oraya yazdırmalısınız. Səbəb? Səbəb odur ki, hakimlik hansı sözləri idi orası sizə yazdırdılar? Üstündə sənət sumkada göstərə bilərəm, onu təqdim edirəm. O sənəti bizə verərsiniz, biz onun surətini də elə birbaşa canlı efirdə göstərərik. Yəni sizi canlıya qoşmuşlar, canlı efirdəyik. Onu da Kərimov, Rövşən Kərim adına yazdırmışlar həmən ərizəni. Aha, Mavin. Elçin müəllimin mavini. Bəli. Mən də yazdım da axşam saat 9 idi. Orada işim qalmamışdı bizdən Safai. Bir müdürü, bir özümüz idik.
Onun kamerada yoxlasar görərək ki, orada təhsil üçün qalmamışdı. Sonra mən evə qayıdan sonra mən dedim Dibazim, mən nətər eləyəm, mən qayıdacam, qayıtmayacam. Dibazim mən dedi ki, mənəm bilmirəm. Vüsal müəllim nə deyir, onu da eləyəcəm. Mən sabahsın bir də getdim məktəbə. Bəlkə Vüsal müəllim deyir ki, çıx sabahdan məktəbə gəlmə. Aydil Vazi xanım, ayıb məsəlsin filan kəs. Onda deməli Vüsal müəllimi dediydi. Yoxsa Vüsal müəllimdən də böyük olan, Elçin müəllimdən də böyük olan təhsil sektorunda təhsil naziri Emin Əmrullayevin tapşırıqlarıdır. Mən bilmirəm. Vallahi Dibazim mənə getdim yenə dedim ki, Dibazim mən səhərsə gəlmişəm. Vüsal müəllim nə dedi? Mən qərar bilmək istəyirəm. Görüm mən nətər olacam. O da qayıtdı ki, heç bir hələ məlumat verilmir. Mən evə qayıtdım saat 1-də yenə şey gəldi bura. Bizim evimizə gəldi. Dibazim müəllim. Dedi ki, sən qeyfranə təzədən ərizə yazmalısan mənim adıma. Ərizə düz yazılmayıb deyəndə buna zəng gəldi Dibazim müəllimə. Rayondan xanım idi zəng gələndə. Bu telefonu götürən qayıt dedi ki, ay müəllimə, mən mağarım tərəynəni işdən azad edeyim, yoxsa işə qaytarım mı? Deyəndə o xanım dedi ki, siz birinci ərizəni alın. O xanım kim idi? Mirvari xanım səhv eləməsə, çünki adını çəkdi Mirvari xanımın. Orada işləyir, dedi Mirvari xanım. Dibazim müəllim yanında o adamın adını çəkdi, ona zəng eləmişdi. Dedi ki, yox, siz şey alın, öz adınıza ərizəni alın. Sonra aklar yığılaşın, aklaşdırın, çıxsın, geçsin. Bura ki, şura qurulubdu, orada mənim müzakirə olmuşdu. Öyle tıxam verir. Yaxşı, şura əgər olursa sizin özünüz iştirak etməlisiniz də ora. Yox, mən çağır dəvət edirəm. Həmkarlar qrupu yaradırsa, həmkarlar sizi dəvət eləməlidir ki, bir nədir bu, nə məsələdir, sizin özünüzü dinləməlidir də. Sonra da mən də tezən bir də Dibazim mən dediyi elədim, getdim rayona. Təhsil şöbəsi Vüsal müəllimin qəbuluna istədim girəm. Neçə saatdan oturdum. Məni gec qəbul edir. Sonra gördüm Dibazim müəllim özü gəldi. Girib 1 saat. Onlar orada nə danışır, nə qoymadılar. Məni çağırmadılar yanlarına. Dibazim müəllim çıxandan sonra dedim Dibazim müəllim, məsələ nə yerdə qaldı? Siz gəlmisiniz. Yenə qayıt dedi ki, mən bilmirəm. Özün get, özün soruş. Sonra Vüsal müəllim qəbuluna girəndə dedim ki, Vüsal müəllim gəlmişəm də, bəli nətər olacaq? Qayıt dedi ki, sizə sorğuda olanmışıq regionala. Oradan cavab gözləyirik. Sabahlar cavab gələndə sizə Dibazim müəllim bildirəcək. Saat 8-də mən oradan bir də qayıtmışam evimə. Səhər yenə gözləmişəm cavabını. Axşam dönər 8-də işləmiş, qalmış idi, dəqiq bilmirəm. Yenə zəng gəldi. Ayın 30-u günü. Hə, dönərlər. Dibazim müəllim zəng elədi ki, bəs mən oradan gəlirəm, bu vaxtı, gecə vaxtı. Mənə dedilər ki, Tərnə xanımın işinə xitam verildi. Mən də sual verdim ki, kim verdi? Əmək müqaviləsinə Bəli, xitam verildi. Sizin xəbəriniz olmadı? Yox, olmadı. Mən heç xəbərim yoxdur. Nə mövzuda verir, nə şərtlər qoyulub, onu da mən bilmirəm. Çünki o dedi ki, mən bilmirəm. Get, oradan soruş, mən bilmirəm. Mənə belə dedi, mən də sağ zəng edirəm ki, sənin işinə xitam verilir. Səbəb də bilinmir. Yox. Siz bizdən birinci növbədə xahiş eləyibsiniz ki, sizi dəvət eləyək, çəkiliş edək və bunu ictimaiyyətləşdirək. Başda Respublika Prezidenti, Təhsil Naziri, Respublika Prokuroru, daxili işlər olmaqla hər bir yerə yönləndirək. Yəni sizlərə biz tərəfdən hansısa bir göstəriş, hansısa bir təzyiqlər yoxdur ki, sizin özünüzün müraciətinizdir ki, bu çəkilişi çəkək və efirə buraxaq və aidiyyəti qurumlara yönləndirək. İnşallah biz bunları çalışarıq edək. Bəlkə regionalın rəhbəri Elçin Kərimovun heç bir xəbəri yoxdur. Yəni bu oyunlardan ola bilər. Ya və yaxud digərlərinin xəbəri yoxdur. Kimsədən nəsə oyun oynayır, əl özləri də bilmirlər. Yəni bizim dövlətin yenə də deyirəm, başında Ulu Öndər Yadigarı prezidentimiz durur. Onun da müdür siyasəti hamıya şamildir. Onun tapşırıqları hamıya şamildir. İstər baş nazirimiz, istər təhsil nazirimiz, istər digərləri. Biz sadəcə qanunverici orqan deyilik. Biz vətəndaşların şikayətlərini, müraciətlərini sadəcə Dövlət başçısına, Daxili İşlər Nazirinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik xidmətlərinə yönləndiririk. Yəni biz də sizdən razılıq alırıq ki, siz əgər razılıq verirsinizsə, biz həm bu sizlə dialoqda olan çəkilişimizi həm ictimaiyyət şəklində verməyə və aidiyyəti qurumlara yönləndirməyə narazılığınız yoxdur ki? Xeyr. Oldu mənim əzizlərim. Bizim bugünkü qonağımız Tərəynə xanım idi. Goranboy təhsilindən xadiməçi qismində gələn və demək olar ki, jurnalistə məlumat ötürən ki, bu məktəbdə hegemonluq baş alıb gedir, anarxiyadır, məktəbə təhsilə məxsus olan inventarlar görün nə vəziyyətdədir, acınacaqlı vəziyyətdədir. Biz onu demək olar ki, 30 günü efirə buraxmışdıq. Və həmən xanımın bu efir gedəndən sonra bizə müraciəti ki, xahiş eləyirəm, məni dəvət eləyin. Çəkiliş, biz xanımı da dəvət etdik və sizlərlə də bölüşdük və indi bu çəkilişdən sonra biz çalışacağıq ki, bu çəkiliş əsnasında bugünkü çəkilişimizi başda prezidentimiz, Daxili İşlər Naziri, Baş Prokurorumuz və Təhsil Nazirimiz olmaqla aidiyyəti qurumlara yönləndirək.
Ələxüsus da ki, yönləndirək ondan ötəri ki, burada kimdir bu qrup şəklində, təhsil sistemində oyun oynayanlar? Yəni, cənab prezidentimizin bir sözü var ki, Azərbaycanda işsizliyin sayını azaltmaq. Yəni, artırmaq yox, azaltmaq. Hər bir vətəndaşı cüzi də olsa bir işlə təmin edək ki, işsizliyin sayı azalsın. Ancaq belə gedir ki, təhsil sektorunda, təhsil sistemində kimsə də məlumat verirsə də dərhal sistemdən azaldılır və yaxud sistemdən bu işsizliyin sayı artırılır. Bizə indi bir jurnalist kimi qaranlıq qalan məqamlardan biri bizlərə aid oldu ki, nəyə görə regionallar bu oyunları oynayırlar ki, təhsil sistemlərinə heç bir jurnalist, heç bir vətəndaşlar girə bilməz. Demək, onların özlərinin oynadığı oyundan xalq, millət və dövlət başçı başda olmaqla bunların heç birindən xəbər tutmamalıdır. Amma əksinə, biz yenə də varıq, biz prezidentimizin ətrafındayıq. Nə qədər ki prezidentimiz var, nə qədər ki Azərbaycan xalqı var və Allah Azərbaycan xalqının başının üzərindən İlham Əliyev cənabları kimi prezidentimizə əziyyət etməsin. Azərbaycan xalqının üzərindən birinci vitse-prezidentimiz Mehriban xanımı, ona görə Mehriban xanımı vurğulayıram ki, məktəblər, neçə məktəblər, körpələr evləri, uşaq bağçaları ifşa olunub. Bunların hamısında Heydər Əliyev fondunun təşəbbüskarlığı var, maddi mənəvi dayaqları var. Neçə məktəblərdə onun birinci vitse-prezidentin evladı Leyla xanım da gedir, baxır, nəzər yetirir. Yəni, belə məktəblərin tikintisinə, xalqa, millətə tövsiyə verən prezidentimiz var, xanımı var. Biz çalışacağıq ki, bizim bu çəkilişdən sonra bu xanım işinə bərpa olunsun, aidiyyəti qurumlar bu işə qarışsın və bizim jurnalistlərimiz də bu çəkilişləri bütün ictimaiyyət şəklində aidiyyəti qurumlara yönləndirilməsində bizə köməklik göstərsinlər. Sizlərlə mən 102 Xəbər Info və Inform Xəbər TV rəhbəri Azər Xudayroğlu, çəkilişi Ramiz Əbdürrəhmanov etdi, bizim informatorumuz, Allah var etsin. Yəni, bu mövzu diqqətimizdədir, diqqətdə qalacaq, mövzuya qaydacağıq. Bir olsa da sizləri Tərənə xanım yenidən studiyamıza görəcəyik. Sağ olun əzizlər, bizlərlə qalın.